Biz özümüz əllə ən başda new project deyirik. Spring Framework ilə obyektlər arasındakı asılığı aradan qaldırmağa çalışacağıq. Bizim de bunun sonra Gradle var işte. Because American College. Deyirlər Gradle daha rahat Birinci növbədə uşaqlar Java SE səviyyəsində göstərəcəm. Yəni constructor, getter, setterdə problemi olmayan adamların bunda şey olmayacaq. Misal üçün necə göstərək? Ne? Hə, tamam. Aha. Surname, ID, name, surname olsun. Bir ne olsun? Hə? Çok şey yazmıyor. Yox, onsuz çox şey olmayacaq. Yani de şey asacağım. Bunlar şimdiki. Deyəcəm indi. Mən birinci Java SE səviyyəsində təkrarlamaq niyyəti ilə tam daha yaxşı başa düşməyin üçün Depends Injection məsələsini SE səviyyəsində göstərəcəm. Daha sonra frameworkdə bunu necə edirik onu göstərəcəm. Tamam. Aha, bir dənə constructor yaradır. Nasıl yaptı yaratmadı? Yaratmadı. Tekrar 2 defa oldu. Ne? Yaradar tamam. Olsun constructor. Ne? Yok yok başka bir şey. Tamam. Degin diyeceğim. Yani de message interface'ini açıram. Public void info. Ah, sorry. Public'e de ihtiyaç yoktu. Olsun bu. Sonra. Buraya kadar mənzə sualı olan olmaz. Olsun message. Override eləyək metodumuzu. Ne oldu? Tamam. Bir tane burası siyahut məqsəd yazıram ki student info. Ekran rahat görsənir. Yo, bu sadece bir metoddur. Sonra eyni şeyi teacher üçün də edirəm. Implementasiya. Message. Tamam. Bir tane siyahut yazar. Teacher info. Yəni tələbə və ya müəllim məlumatlarından əvvəl bu metodu çağıracağım.
student info və ya tələbə info yazacaq. İndi alerti mən istifadə etməyə niyyətini edirəm. İndi misal üçün burada message olsun. Private. Burada bir dənə metod düzəldək. Public void new alert. Belə bir şey də eləmək olar. Bir dənə də class açıram. Person. Bu da student və teacher üçün 3 class olsun. Tamam. Burada ID, name, surname. Student teacher'ə baxaq. ID, name. Bu personda ID və name'i götürürəm bura. Nə? Olsun. Tamam. Lap burada bir dənə surname'li yaradıram. String surname. Biraz səbirli olun. İndi deyəsiz ki, müəllimlə işləyirsiniz. Biz bunları bilirik. Amma yəni bunu mən bu səviyyədə izah eləmirsəm başa düşməyəsiniz. Aha. Burada yaradaq getir setterlarını. Bir dənə də toString yaradaq. Generate toString. Hanım. Bu personda silirəm buradan. Buna ihtiyacım yoxdur. Bir oldu. toString. Aha. İndi. Bu ID, name, surname. Bunları silirəm buradan. O süperden öldü. Aha, süperdən yazayım. Ümumiyyətlə bu tezdən bunu bir dənə yığaq. Aha. Bir dənə extend edəcəm. Personla. Uşaqlar, burada problem var. Sizdə nədir problem? Constructor yoxdur, bəli. Ümumiyyətlə, burada bir dənə constructor yaradıram. Generate. ID, name, surname persondan gəldi. Qrupunda özündən götürdü. Tamam. Get run setter. Olsun belə. Burada da bir dənə toString yaradaq. Tamam. Bu studentdən əvvəl bir dənə bunu belə eləyək. Super.toString deyirəm ki, qoy geçsin super klassındakı toStringi çağıra bilsin. Amma bu birləşik düşəcək. Ona görə bir dənə bura slash vergi qoyuram ki, bu birləşik düşməsin. Tamam. Bununla işimiz bitdi. İndi gələk eyni prosesi. Bunu da silirəm buradan. Infoya qədər. Müəllim üçün də eləyək. Extend eləyək bunu. Extend person. Constructor. Tamam. toString'i də yaradaq. Olsun teacher. Super.toString. Bir də class ataq bura. İndi bu alertə gəlirəm. Burada da bir dənə private person. Message. Bir dənə də size out verirəm.
person. So, hələ işimiz bitdi. Gəlin main metodunda alertin obyektini yaradıb bu new alert metodunu çağıraq. Görək nə proses baş verəcək. Message interface. Aha, İnterfeysin içerisinde ne var ki? metodu var. Info var. Info var. Nə? O main'de. Görək də. Main değil, main tabi. Görək də. İndi birinci bu onu deyim ki, bu depends injection məsələsinin Java SE səviyyəsində izah olunmasıdır. Alert bərabər new alert. Alert nöqtə new alert metodunu çağırıram. Təkrar göstərirəm. Alertin daxilində 2 dənə field var. Biri message tipində, biri də person tipində. Bunun daxilində bunları istəyirəm ki, ekrana verəm. Sizcə çıxacaq mı? Message yok da yani. Tamam. Nə deməkdir yox olmağı? Yani onun içerisinde ne olduğu belli değil de. Aha, nə deməkdir bu? Null. Yəni bu alertdəki şey var ya, message və ya person. Person'da şey. Interface değil yok. Yox, interface deyil. Konstruktör yoxdur. Nə? Yəni bu depends injection məsələsinin Java SE səviyyəsində izah olunmasıdır. Mənim alert klassımın new alert metodu var. Onun da daxilində 2 dənə message və person var. Amma persondan da alt klass 2 dənə student var, teacher var. Mən bunu Seoutda verəndə bu hansı bir şey gətirsin də, düzdürmü? Demək ki, bu alert hal-hazırda nə asılıdır? Persondan. Tamam. İndi bu əslində null pointer exception olmalıydı. Niyə olmadı? Bir dənə baxın. Niyə alert metodu? Optionaldan istifade etmiyormuş bak. Hə? Optionaldan istifade etmiyormuş. Yox, onluq bir şey yoxdur. Hayatta exception atmamış. Ha. Deyirəm. Bu message var ya. Message.info. Bunu bir dənə göstəreyim. O da için yok. Hə? Aha, indi məncə daha yaxşı başa düşərsiniz. Və message var ya burada message. Bunun info metodunu çağırıram. O da məlum değil. Null pointer exception. Deyir ki, bu mesaj nulldur. Yəni mənim alert klassım hal-hazırda nədən asılıdır? Mesajdan. Mesajdan bir obyekt göndərir. Mən asılılığı aradan necə qaldıra bilərəm? Java SE səviyyəsində. Beraber bir new şey yazılırsa mesela hansına ait ise. Aha, ya constructor'ını eləyəcəm, ya da alertin nə edə bilərəm burada? Bax, bunu iki variantda eləmək olar. Ya bunu constructor formatında göndərəcəm, ya da ki setter vasitəsilə, düzdürmü? Yəni burada bilmədiyiniz bir şey var. Bu bildiyiniz bir şeylərdə məncə. Tamam. Bax, alertin ücü məndən nə istəyir? Constructor formatına göndərməliyəm. Misal üçün, bir dənə teacher obyekti yaradaq. Teacher. New teacher. Bu olsun ID'si 1. Sonra nədir, neyim? Sana. Sonra nə gəlirdi? Salary. Tamam. Double'dır. Atıram misal üçün. Double deyə onu verməliyim. Aha. Bu teacher'ı atıram bura. Amma bir dənə teacher ata bilərəm də, düzdür? Çünki mənim bu alert metodum hal-hazırda message-dan və persondan asılıdır, düzdürmü? Constructor formatını mən bunun içində göndərməliyəm. Bu message və person studentin extend edir deyə mən ikisini də rahat şəkildə polimorfizmlə istifadə edərək içinə göndərə bilirəm. İndi bir dənə şey eləyim, run eləyim. Baxaq görək. Teacher info və teacher məlumatları gəldi. İndi student yaradıb göndərsəm, gedib studenti çağıracaq. Anlaşılmayan nəsə var burada? Tamam. İndi gəlin Spring səviyyəsində bunu necə eləyə bilərik? Biz depends injection məsələsini hal-hazırda Java SE səviyyəsində izah etmiş olduq və asılılığı aradan qaldırmış olduq. Tamam.
İndi mən dedim ki, dependency injection məsələsini Spring Framework-da biz 3 variantda aradan qaldıra bilərik. Gəlin ilk variantına baxaq. Yəni mən XML fayl yaratmalıyam. Daha sonra bu obyektləri XML fayla göndərməliyəm. Sonra XML göndərən zamanda hara göndərirəm? Application context-ə. Düzdürmü? Necə ki misal üçün mən burada obyekt yaradıram, obyektin metodunu çağırıram. Application context dediğimiz Application context, bax burada biz hal-hazırda şey yaratmışıq, obyekt. Elə bir ki, burada yaratdığım obyekti atacağım o konteynerin daxilinə. Sonra da onu istifadə edəcəm. Tamam. İndi bu XML faylı yaratmaq üçün, yəni dependency injection məsələsini asılı aradan qaldırmaq üçün təkrar göstərim. Resource hissəsində bir XML fayl yaratmalıyam. Gəlirəm bura XML fayl, amma görürəm ki, XML fayl üçün vasitə yoxdur. Nə etməliyəm? Mən bayaq göstərdim orada. Spring Core, Context və Bin. Onları POM XML-ə əlavə eləməliyəm ki, mən bir mühit yarada biləm. Application Context üçün mühit yarada biləm. Gəlirəm hara? Siz deyin. MVN repo. Gələk bura. Misal üçün Spring Context. Aha. Bu 7.0 oldu. Mən öyrənəndə bu 6 nöqtə neçə idi? 1.4. Nə qədər versə dəyiş. Baxım nə deyəcəm. 6.01 belə bir şey olmalıdır. Aha. Götürürəm bunu. Atıram hara? POM XML-ə. POM XML-ə atmaq üçün nə etməliyəm? Bir dənə dependency açmalıyam. Yəni bunlar mənim dependencylərimdir. Aha, sonra mənə nə lazım idi? Spring Context, Spring Core. İnşallah başa düşmədiyi nəsə yer olana deyin. Bu işarəni həmişə qaldırın. Burada belə bir şey gətirir. O comment o. Onu qaldırın ki, o commenti götürməyəsiniz. Ne kaldı? Bir de Spring Bin. Aha. Application Context'ini işləmək istəyirsənsə, bəli, bunları götürməliyik. Context bu da. Səhv gətirdim. Tamam. Yaxşı dediniz. Spring Bin. Buradan. Bin de var, bin de var. Çok olanlar. Dondu komputer. Özüne gel. Nerede dondu? Orada amaçlı yer. İndi özüne geldi. Spring Bin. Aha. Bunu da götürürəm. Atıram bura. Bunlar əlavə olundu. İndi. Gəlirəm təkrar resource hissəsinə. New XML config. Bayaq təkcə bu var idi. İndi Spring config də gəldi. Ki mən application context yarada biləm. Buna bir ad verirəm. İstədiyiniz adı verə bilərsiniz. Config. Əslində bu heç vaxt istifadə eləməyəcəyiniz bir şeydir. Yəni bunu bilmirəm mən. Sadəcə sual verirlər. Application context nədir və ya Spring Framework ilə Boot'un fərqi nədir? Framework ilə Boot'un fərqini soruşanda bunu deməlisiniz mütləq ki, bəs asılılığı aradan qaldırmaq üçün mən XML fayl yarada bilərəm və ya class yarada bilərəm. Onda bu məsələlərə toxunmalısınız. Aha. Belə bir faylim yarandı. Tamam. İndi. Bins burada açıldı, burada da bağlandı. Mən bu main metodunda hal-hazırda öyrənmişəm. Bir obyekt yaratmışam, düzdür. Gəlin bu obyekti bu XML faylda necə yarada bilərik ona baxaq. Deməli, burada bin dedik. ID veririk, sonra bir də class veririk. İşləmsən bunlarla? ID. Bu ID nədir?
Burada teacherə ad vermişəm mən, düzdür? İstənilən ad verə bilərəm də bura, düzdürmü? Bu ID həmin buna verdiyim addır. Misal üçün teacher. Tamam. Class, mən binimə ad verdim teacher. Amma bu bin hardan yaransın, onu deməliyəm. Mən bu hal-hazırda obyektin, yəni bu teacher nəyin içərisindədir? ORG, example, özü gətirir. Example, nöqtə gətirdi bunları. Teacher. Aha. İndi problem nədir uşaqlar? Bu teacher'ın içərisində bir dəqiqə. Bu teacher'ın hal-hazırda əgər ki constructor olmasaydı, bu problem aradan qalxar. Bunu müvəqqəti olaraq komment alıram. Bunu da ki person var ya, person. Bunu yox, sən yox, bir dənə boş constructor yaradacağam ki o super çağıra bilsin o. Constructor problemi aradan qaldırmaq üçün elədim sadəcə. Tamam. İndi gəlirəm və problem aradan qalxdı. Bunu belə bağlaya bilərəm. İndi necə ki bu hissə, bu yazdığım hal-hazırda oldu bir dənə teacher obyekti. Boş bir constructor vəziyyəti. İndi mən əgər bu teacher'ın obyektinin məlumatlarını doldurmaq istəyirəmsə, bu constructor hal-hazırda boş constructordur da. Mən bu obyekti yaratdım. Bunu nə edirəm? Kommentariyadan çıxardıram. Tamam. Yenə də bir problem varmı? Var. Niyə? Çünki teacher'ın daxilində boş constructor yoxdur. Generate eləyək, boş constructor yarada. Harada bu? Akşamda yaratmışız. Nə? Person. O personda yaratmışdım onu. Niyə yaratmır bu? Bilmiyorum. Constructor yaratmır. Niyə yaratmır? Bir dənə baxın. Özünüzdən də yaratın. Boş constructor var. Yox, super bir şey yoxdur. İcazə vermir. Niyə icazə verməsin? Bilmirəm, düşündüm. Orada da işin problemi var. Nə problemi? Harda? Teacher person'dan extended. Ona göre var. Boş constructora icazə vermir. Yəni, əllə yaradıq yaxşı. Public. Niyə icazə vermədi? Prosta maraqlıdır. Gəlirəm yenə də problem aradan qalxdı. İndi mən istəyirəmsə bu obyekti dolduram. Bunu belə yox. Belə yazanda doldurur. Aha. İndi bizim obyektləri doldurmaq üçün XML faylda iki variantımız var. Biz obyektləri adətən yaradan zaman necə edirik? Ya constructor vasitəsilə məlumatlarını ötürürük, ya da setterlar vasitəsilə. İndi constructor vasitəsilə mən məlumatları doldurmaq istəyirəmsə, constructor argı istifadə edirəm. Burada nə edirəm? Name. Və özləri gətirdi. Yəni hansı məlumatlar varsa onları götürürəm. Bir dəqiqə ID-dən başlayaq. İndi bu ID persona gəlim. Bu ID hal-hazırda əgər ki bir obyekt saxlayırsa özündə, yəni obyekt tipindədirsə, mən burada ona nə etməliyəm? Referans deməliyəm, refdən istifadə etməliyəm. Amma bu sadəcə bir value-dur da, o zaman value istifadə edirəm. Yəni əgər obyekt isə referans istifadə edəcəm. Yox, adi bir dəyişən isə, dəyişən doldurmaq istəyirəmsə, onda value. Bu hal-hazırda sizə çətin gələ bilər, amma inanın bununla işləmək çox asandır. Yəni o Vüsal müəllimin kompüteri necə tabu vursan özü gətirir. Bunu da yazanda özü gətirəcək, yəni. İşləmək də çox rahatdır. Məsələn, ID-sinə verirəm 1. Tamam, doldurdum. Default olarak verilir. Hə? Default olarak vermeyi gösteriyor. Yani ID'ni 1 vereceksin. Necə ki, bax, burada main metodu var. Mən
Java SE səviyyəsində bir obyekt yaratmışam, düzdürmü? İndi XML faylla işləmək üçün, application context obyekt atmaq üçün Spring XML faylında məlumatlarımı doldururam. Bu məlumatları doldurmağın iki variantı var. Necə ki, SE-də iki dənə variant var. Ya setterla, ya constructorla istifadə edirdim. Eyni qayda burada. Yəni, burada hal-hazırda biz constructorla doldururuq deyə, constructor argı istifadə edirəm. Yox, əgər setter vasitəsilə doldururamsa, onda property deyirəm. Tamam. İndi ona da gələcək, ona da bir dənə minut deyəcəm. Yoxlamamışam. Hə? Yoxlayarıq indi. Aha, name. Value. Bu da dəyişən doldururam sadəcə. Olsun nə? Aha. Sən al. Constructor argı. Name. ID name. Surname. Bunlar da ardıcıl olmalı. Yox, fərqi yox, doldura bilər. Sadəcə constructoru ödəməlisən sən. Tamam. Bir dənə name. Nə qaldı? Bir dənə salary qaldı. Value'su da olsun. Aha. Bax, bütün constructor doldurdum deyə artıq xəta aradan qalxdı. Tamam. İndi bu mənim olduğu bir obyektim. Düzdürmü? Application context-ə ata biləcəyim bir obyekt. Mən bunu main metodunda bu obyekti niyə yaratdım? Alertə lazım idi, mən onu göndərməliydim də, düzdür? İndi mən bu alertin nə constructor nə götürür? Bir dənə mesaj götürür, bir dənə person götürür, düzdür? Bunu mən nə ilə göndərmişəm? Constructorla. İstəyirsiniz bunu setterla göndərək burada yaratmaq üçün. İndi eyni qaydada mən alertdən bir obyekt istəyirəmsə application context atıb, onu da burada yaratmalıyam. Refin nə olan deyil? Obyekt olan. İndi bax, onu yazacaq indi bax. İndi göstərəcəm onu. Bin. Ref kit seçiyor. ID, indi göstərəcəm. ID olsun, bərabər. Bu da nədən yaradıq biz? Alertdən. Tamam. Class. Çətin gəlir bu. İnanın çox asandır, yəni həqiqətən çox asandır. ORG nöqtə example nöqtə, bu da olsun alert. İndi mən bunu belə bağlasam, bağlaya bilərəm. Niyə? Boş yox diyor. Niyə bağlaya bildik? Bir dən baxım. Person'da var mı bu? Yox, personal bir şey yox. Yox, əlaqəli deyil. Niyə bağlaya bildik? Bir dən baxım. Alert. Nə? Boş konstruktör yok. Boş constructor yox diyor. Deyəm. Ha, ola bilər ki, bilsən niyə? Ola bilər ki, bu obyekt olduğuna görə bəlkə də icazə verir. Tamam. Amma mən bunu belə bağlamağın məntiqsizdir axı, çünki mənim hal-hazırda dəyişənlərim var. Getmək istəyirsən? Buyur. İndi sən dedin ki, bunu ilə dolduraq da, setterlə, düzdür? Hə, property ilə. Mən bunları silirəm. Get set, həfsi, əla. Gəlirəm bura. İndi alert klasının nəyə ehtiyacı var idi? Message və persona. Konstruktör qaldı, problem. Nə? Konstruktör niyə sildin? Constructor niyə sildim? O şey olacaq axı. Hə, boş yaransın sonra seçilir. Aha. Yox, burada bir dənə onu da yoxlayarıq. Bir dənə bunu setter vasitəsilə göndərək. Ne var? Set kimi. Property setter vasitəsilə dolduran zaman property istifadə edirik. İndi bu value-dumu yoxsa referansdırmı? Referans. Deməli, referans istifadə etməliyəm. Özü gətirir bax. Hardan gətirir bunu? Bu teacher obyekti, yuxarıdakı obyekt. Tamam. Doldurdum. Bir dənə də property deyirəm. Çünki mənim bir dənə personum var, bir dənə message'im var. Mən bunları da göndərməliyəm axı.
Referans teacher. Mən hal-hazırda bax main metodunda Java SE-də elədiyim şeyi burada eləmiş oldum. Bu niyə problem? Silip run etsek bayağı şey oldu. Nə? Bunlar silip run etsek. Main geçiyor. İndi mənlə istifadə edirəm. İndi biz main-dən istifadə eləmirik. Main-dən istifadə edəcəyik, amma main-də nədən istifadə edəcəyik onu göstərəcəm. Bax burada elədiyim prosesi hal-hazırda teacher obyekti yaratdım, alertin daxilinə göndərdim. Çünki alertin 2 dənə konstruktor 2 dənə parametr götürür, bir message tipindən, bir də person tipindən. Çünki onlardan asılıdır iş görmək üçün. Düzdürmü? Burada gördüyüm prosesi burada artıq burada teacher obyektini yaratdım. Aşağıda da alertin obyektini yaratdım, atdım application kontekstinin daxilinə. İndi mən istəyirəm ki, bu application kontekstinin daxilindən alertin obyektini alım, sonra da metodu çağırım. Metodu çağırmaq üçün mənim nə ehtiyacım var? Alert klasında olan bir obyektə, düzdürmü? Bu new alert metodunu çağırmaq üçün. İndi bunları kommentariya alıram. Application context. Görək gəlirmi? Niyə gəlmir? Yox, onun bir şey yoxdur. Aşağıda da var. Application context gəlməlidir axı. Niyə gəlməsin? O yazandan sonra yüklədiniz Tom üzərində. Nəyi yüklədim? Yukarıda Bir dəqiqə. Mən bir dənə proyekti run edeyim. Əslində yüklənməkdir, amma bir dənə baxım. Build olsun bir dənə, tamam. İndi görə gələcəkmi? Application. Yox, gəlmir. Yazdım belki ya importla. Niyə gəlmir bu? Niyə gəlməsin? OBS versiyasının kodunu yaz. Nə? Tom izləmədə OBS versiyasını yaz. Nə versiyası? O application. Neydi o? Spring Boot'u da işte. Ya Spring Boot'a uzun prosesi. Niyə gəlməsin bu? Application context. Bakak da. Niyə? Bir dəqiqə. Application context. Çıxmaq istəyən çıxsın. Sonra çıkım sonra. Kapat dedim. Nasıl ediyorsun? Sen yarın. Niyə getirmədin bunu? Başla. Sağ ol. Context config. Bax bunu göstərərəm mən. Bu niyə gəlmir mənə maraqlı deyə, bu gəlməlidir axı. Her şeyi anladım bunu import edeyim. Biz əlavə elədik, amma bir əlavə elədik. Nə? Orada şurada var işte. Ne var bende? Bilmiyorum var abi. Biz var. Yoksa Baxaq bir dənə. Məncə tək bir. Binsi əlavə eləmişik, kordalar, kontekst əlavə eləmişik. Orada həm birin var, həm birin var. Tamam, bir dənə baxaq. Spring. Bilmiyorum. Sağ ol. Bilgisayar Orada spring var. Yaxşı, bunu eləyək. Aşağıda spring var. Birinde var. Görək olmayacaqmı? Bunu gətirməliyik, sadə bir klassdır, onu gətirir.
import olunsun deyəm. Bu niye tanınmasın ki onu? Ben bunu getireyim. Da size dediğim budur. Aa, getirdi ki. Ağla. Yani import eləməmiş. Neyi? Yok ya. diyor. Ad çıxmır değil mi ümumiyyətlə? Nəsə yox. Birine göre. O üstten bir graf import. Ben de güne göre değil. Zaten işlenmeyip diye adın yazandan sonra. Birden Aha, alert. Alert. İmza eləyəcəm uşaqlar. Şey Hadi. Yüzde servis var ya. Context.getPin. Bu da nədir? Alert. Hə? Alert klassını ifadə edirəm də. Alert.new alert metodunu çağırdım. İndi bu işləyəcəkmi? Yox, işləməyəcək. Niyə? Deməli, mən dedim ki, bəs aslığı aradan qaldırmaq üçün XML faylına işləmək lazımdır. XML faylına işləyən zaman biz new class pass XML application context klassına hansı faylına işləmək istəyiriksə, hansı XML faylına, onu konstructoruna göndəririk. Control probeli basıram, özü gətirir. Bax, buradakını. Spring config bu özü gətirir burada. Ki, mən bundan söhbət edirəm. Tamam. Artıq application context-də bu nədir bu? Application context-də düzdürmü? Mən dedim ki, bu XML faylının içərisində nə qədər obyekt var, bunu götür. Sonra mən belə xoşlamıram, istəyirəm özüm əllə yazıb göstərim. Context nöqtə, artıq application context oldu mənim bir konteynerim. Mən bu obyektləri özündə saxlayan bir vasitə. Getme metodu var. Bu nə deyirəm? Deyirəm ki, alert klassında nə qədər obyekt var, saxla özündə. Tamam. Bu da mənə nə qaytarır? Alerti qaytarır. Alert klassını verdim, alerti qaytardı. Yəni mən alert klassının obyektini application context-inin içərisindən aldım. Sonra nə edirəm? Alert.new alert metodumu çağırıram. Tamam. Şimdi gəlin raniyə baxaq, görək. Nə olacaq? Null pointer exception. Ağla. Erkən import. O XML'deki diyor olabilir. Ben kırmızı dolu. Bin creation. Nə? Exception. Bin'e göre. Bini yaratmadı. Kırmızı var idi. Bayağı bini Bini yapışanda kırmızı oldu. Tam XML'den. Sən baxaq. Ha o var. Öyle söyleyeyim. Yox, düzəlib, bunun bir şey yoxdur. Import olmamış bence. Boş ver. Bir daha baxım. Spring Context dediyim context. Alert klassının obyekt aldım. Üç konfigleriniz. Yox, konfigli bir şey yoxdur. Mən düşünürəm ki, bu ona görə ola bilər ki, burada həm constructor var, həm də setter var. Bu constructor ümumiyyətlə silirəm. Ola bilər ki, onlar qarışırsın. Boş yarada bilmeyip. Hə? Boş yaradan bir Sı. Ona göre. Onun boşu yarada bilmir deyə problem oldu. Qarışırdı. Biz də setterdən göndərdik. Aydın oldu. Bax, bir dənə obyekti doldurmaq, XML faylına işləmək gör nə qədər, asılığı aradan qaldırma gör nə qədər prosesdir. Amma Spring Boot'da belə deyil. Yəni bir dənə parametr anotasiya verməklə həll olunur. Bunu yaygın çok istifadə edilmeliyiz. Yox. Bunu sadəcə bir dəfə, çox demək, bircə dəfə praktik edin. Yəni baxın, yazın. İşte Benim orada sonunda sildiniz kalsa. hə. Niyə sildim? Bak. Mən burada bini yaratmaqda məqsəd alertdən bir obyekt yaratmaqdır. Bu obyekti dolduran zaman da, yəni bu alertin nəyə ehtiyacı var? Message ehtiyacı var, bir də persona ehtiyacı var. Burada mən burada setter vasitəsilə doldurmuşam. Amma orada constructor var idi, qarışırdı. Constructor'ı sildim. Hatta problem aradan qalxdı. Yəni XML faylına həm məlumatı göndərdim, həm də oradan oxumağa çalışdım.
Əslində burada çox prosesləri var. Məsələn, biz hal-hazırda bir obyekt doldurduq da, ola bilər ki, şey olsun, yəni listlər var, maplər var, propertylər var, onlar URL-lər var, misal üçün URL, username, password. Onları da buradan doldurmaq olur. Növbətlər sonra davam edərik.